xeyirli olsun əziz dostlar. İşin adamı efirdədir. Mən Kamran Yaradanquliyev. Hər kəsi salamlayıram. Bugün ayın 20-sidir. Baxmayaraq ki, hava dünənki kimi günəşli deyil, amma ümid edirəm ki, əhvalımız günəşli olar. Ən azı buna cəhd edək. Nəzərinizə çatdıraq ki, həftə içi 5 gün yayımlanan İşin Adamı layihəsində müxtəlif sahədən olan dəyərli dostlar, dəyərli xanımlar və cənablar iştirak edərək öz təmsil etdiyi, öz çalışdığı sahədən bizə bəhs edirlər. Və təmizlik imandandır deyərək bugün efirə başlayırıq. Niyə? Çünki haqqında hər efir danışdığımız Təmiz.az şirkətinin direktoru Küşvər xanım Quliyeva bizlə birlikdədir. Xoş gəlmisiniz Küşvər xanım. Xoş gördük. Hər vaxtınız xeyir. Ümid edirəm ki, yaxşısınız. Yaxşıyam, təşəkkür. Siz necəsiz? Yaxşıyıq, şükür Allah. Yaxşı olasınız. Biz də arzu edirik ki, işləriniz yaxşı olsun. Çox sağ olun. Biz səhər çəkilişlərin birində sizin şirkətin dəyərli rəhbər heyəti ilə də həmsöhbət oldu. Sizlə də həmsöhbət oldu və bu günə qismət imiş. Sizlə əyani tanış ola. Bizim komanda sizin haqqınızda çox tez-tez bəhs edir. Bu sahədə sizin xidmətlərdən öncədən yararlanan dostlar çox tez-tez bəhs edir və nəhayət düşündük ki, bir özümüz də deyir 100 dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Küşvər xanım, gəlin Təmiz.az şirkətindən biraz danışaq. Şirkət nə vaxt fəaliyyətə başladı? İlk öncə xoş gördük bir daha sizi. Təmiz.az şirkəti 2022-ci ildən fəaliyyətə başlayıb. Demək olar ki, fəaliyyətimizi ev təmizliyi, ofis təmizliyi ilə başlamışıq. Geniş komandamız formalaşır. Bəli. Hal-hazırda geniş və etibarlı bir komanda formalaşdırmışıq. Ətrafımızda bizimlə işləyən şirkətlər və fərdi müştərilərimiz var ki, biz bunların etibarını qazanmışıq bu qısa müddətdə. Belə deyim sizə, Einstein'in bir sözü var. Uğur təsadüfi deyil, hamısı zəhmətlə qazanılır. Bəli, mən tam razıyam. Einstein'lə və bu fikirlə razıyam. Bu zəhmət olmasa mütləq ki, uğur olmaz. Bəli. Uğurda əlbəttə həm də bayaq da dediniz, həm komanda, həm güc, həm təcrübə çox vacib bir məsələdir. Yəni zəhmət deyiləndə elə bunları qazanmaq lazımdır. Dediniz, ev və ofis üçün siz təmizlik işlərini şirkət olaraq həyata keçirirsiniz. Bəs nələr daxildir bu xidmətlərə? Neçə hissəyə bölünür? Xüsusi olaraq o təmizlik deyəndə o ümumi məfhumdur da. Hansı detallı məlumatlar bizə verə bilərsiniz? Təmizlik deyəndə təmiz mühit, sağlam həyat deməkdir. Yəni ətrafımızda təmizlik elə bir aktual mövzudur ki, biz bu xidmətlərimiz var, iki xidmətimiz var hal-hazırda. Bir ofis təmizliyidir, bir də ev təmizliyi. Ev təmizliyi belədir ki, hamımızın bildiyi kimi köç sonrası təmizlik var, təmirdən sonra təmizlik var və ümumi təmizlik var. Ofisdə də ümumi ofis təmizliyidir, yumşaq mebellərin yuyulmasıdır. Orada higiyenik məhsullarla təmin olunmadır ofislərdə və demək olar ki, ofisin sərgəsi səhmanı biz təşkil edirik. Mən bildiyim qədərilə sizdə yalnız təmizlik deyil də, həm də olur ki, xidmət olaraq ala bilərik. Bəli. Məsələn, hər gün işə komanda gəlmədən öncə əməkdaşlarınız gəlib, ofisi düzdür? Belə deyimsə, Azərbaycanda ilk olaraq bir dənə xadimə xidmətimiz var hal-hazırda. Yeni bir xidmətdir bu. Xadimə xidməti belədir ki, ofislərə, şirkətlərə ümumiyyətlə hər bir şirkətə fərdi yanaşılaraq ilk öncə həmin şirkətlə tanış olunur, onların ehtiyacı nəzərə alınır və buna uyğun olaraq saatlıq, günlük və aylıq paketlərlə təmin edirik şirkətləri. Bu şirkətə gedən xadimələrimiz bəli, öncədən həmin saatlarda hansı ki, o şirkət həmin saatda xadiməni bizdən istəyib. Əməkdaşımız həmin saatda oraya yaxınlaşır, sərgə səhmana baxır. Demək olar ki, şirkətdə əgər şirkətin ehtiyacı varsa, onu higiyenik məhsullarla təmin eləyir və şirkət əgər istərsə, onu da əlavə xidmət olaraq çay, kofe və yaxud da ki, digər hansı məhsula ehtiyac varsa onu təmin eləyirik. Yaxşı məqama toxundunuz. O ehtiyac olanda ya siz təmin edirsiniz, ya da özləri təmin edib sizə təqdim edirlər. Biz təmin edirik ümumiyyətlə. Yəni ofis belə deyim sizə, ofis təmizliyi belədir ki, sağlam dediyim kimi sağlam həyat təmizlikdən başlayır ilk öncə. Bir şirkətin də imici onun vizuallığı da ilk görünüşüdür. Təbii ki, cəmaət girəndə birinci. Bəli, ilk öncə ofisə daxil olan əməkdaş və yaxud da ofisə gələn qonağın
formalaşır beynində bu ofis haqqında ümumi bir məlumat formalaşır. Təbii ki, bu da təmizlikdən irəli gəlir, ilk öncəki təmizlikdən irəli gəlir. Həm də oradakı işçilər daha rahat, stressiz işinə fokuslanırlar. O da işin daha da yaxşı olduğuna, Təbii ki. olmağına gətirib çıxarır. Deməli, bir evlə bağlı, bir də ki, ofislə bağlı istəyirəm bir neçə suallar sizə Təbii ki, ünvanlayım. buyurun. Bildirdiniz, evdə hətta bu yumşaq mebellərin təmizlənməsi də var. Bunlar əl əməyindəndir yoxsa texnikanız var? Texnikamız var təbii ki. Bunun üçün xüsusi avadanlıqlarımız var ki, Avropa standartlarına uyğun avadanlıqlarımız var. Bunlar Amerika məhsulları, Almaniya məhsullarıdır. Xüsusi aparatlardır bunlar. Bu aparatlar vasitəsilə təmizlənir. Əla. Bir də orada sertifikatlı avadanlıqlardırsa, Mütləq. Dediyim kimi standartlara uyğun avadanlıqlardır və keyfiyyətli premium avadanlıqlardır. sizin indi fikir verdiyim bir qəşəng yanaşmanızı gördüm. Siz o təmizliyin gigiyenik baxımından, sağlamlıq baxımından üstünlüyünə fikir verirsiniz. Əslində həqiqət var. Bir var ki, yalnız getdim, təmizlədim, göz görən formada təmiz olsun. Amma bir də var ki, ola bilər sən elə gözəl təmizləyirsən, amma orada elə bir kimyəvi maddə istifadə eləyərsən ki, ora uşaq daxil olur, böyük daxil, insan zəhərlənə bilər. Hətta özü bilmədən bir ildən sonra sağlamlığında bir problem yarana bilər. Ona görə belə məqamlara fikir vermək həqiqətən də düşünürəm ki, vicdanlı insanların işidir. Məhsul seçimi önəmlidir. İşlətdiyimiz kimyəvi maddələrin seçimləri önəmlidir. Biz hal-hazırda işlətdiyimiz kimyəvi məhsullar ki var təmizlik üçün, ilk öncə onların nümunələrini alıb istifadə edib yoxlayırıq. Yoxlandıqdan sonra istifadəyə verilir. Aydındır. Deməli, bizim evdən təzədən gələn keçək ofisə. Buyurun. Ofislə bağlı xadimə xidməti dedik. Düzdürmü? Bəli. Bu xadimə xidmətində bildiririk ki, əlavə olaraq məsələn, istər xadimə xidməti olsun, istərsə də orada hər hansı bir avadan bu vasitələr, təmizlik Bəli. vasitələri olsun. Mən sizdən efirdə qiymət soruşmayacağam, çünki tələbə görə hər halda qiymət çıxarırsınız. Bunun 1 saatı var, 3 saatı var, 100 kvadratı var, 20 kvadratı və s. və axır və 1000 kvadrat. Amma sizcə mən müştəri olsam və ya siz müştəri olsanız bu xidmətdən yararlananda bu xidmət daha belə bizə münasib başa gəlir. Təmiz azdan müraciət edib istifadə eləyək, yoxsa nə eləmə aylıq bir adam işlədərəm də deyirlər. Başa düşdüm sizi. Bəli, qiymət belədir ki, ilk öncə qiymət haqqında sizə məlumat verim. Qiymət getdiyimiz ofisin və yaxud da evin sahəsindən asılıdır. Belə bilirsinizsə qiymət deyin demə, özümə maraqlıdır, nə yalan deyim. Biləm ki, hamıya da maraqlıdır. Yox, konkret qiymət vermək mümkün deyil. Aha. Niyə? Çünki ofisin sahəsi, ofisdə işləyən əməkdaşların sayına görə qiymət tərtib olunur həmin ofisə. Evlərdə Minimum 1-2 nəfər getməlidir, yox? mütləq, mütləq. Dediyim kimi sahədən asılıdır. Biz ilk öncə o şirkətlə tanış olanda, onların ofisində olanda orada neçə işçini işləyəcəyini, neçə əməkdaş göndərəcəyimizi planlayırıq. Orada nə qədər təmizlik vasitəsini işləyəcəyi planlanır. Ofisə nə qədər salfetka yerləşdiriləcəyi planlanır. Yəni ilk öncə planlaşma aparılır, sonra işə göndərilir və bu da qiymət, bəli, burada qiymət də oradan çıxarılır. Ev təmizliyi də belədir ki, hər ev təmizliyinin qiyməti fərqlidir. Niyə? Bu köç sonrası ola bilər, təmir sonrası təmizlik ola bilər və ümumi təmizlik, dərin təmizlik ola bilər. Bəzən müştərilərimiz yumşaq mebellərin yuyulmasını istəyə də bilər, istəmirlər də. Yəni bu, yenə dediyim kimi, müştəridən asılıdır. Qiymət problem. Mən təbii ki, təmiz azı seçərəm. Niyə? Çünki premium məhsullar var, yüksək texnologiyası avadanlıqlar var. Məncə peşman olmaz müştərilərimiz. İşin bir də sizdə sosial tərəfi var. Hər halda bu elə bir sahədir ki, məsələn, bəzi şirkətlərdə olur ki, sənin komandan yalnız ən az 2-3 dənə diplom olmalıdır, universitet bitirməlidir. Amma bu elə bir sahədir ki, burada onsuz da Azərbaycan xanımları həmişə təmizkardırlar. Təbii ki. Və xanımların əli həm də çörəyə çatır. Düzdür. Və ailələrində müəyyən bir maddi dəstək olurlar və həmişə onsuz da gözünüzü açandan, yəni Azərbaycanda xanımlar təmizliyi edir də. Həm bu dəfə həm də ki pul qazanmış olur. Bu çox gözəl bir təşəbbüsdür. Bəli, bəli, belədir, amma bunun da detalları olduğuna görə, yəni bir hər iş üçün gələni götürmək, işə götürmək daha doğrusu Çətin olur, biraz çətin olur.
Çünki ilk öncə bunların həmin məhsullara allergiyası varmı? Yəni bu kimyəvi maddələrə bunların yüksəkliyi, qorxusu, ümumiyyətlə də bu maddələri işləməyə bacarırlarmı bu məhsullar və yaxud bunlara mütləq təlim keçirilməlidir. Təlimsiz heç bir əməkdaşı işə göndərmək mümkün deyil. Çünki istənilən təmizlik məhsullarını tanıtmaq lazımdır. Yanlış işlədilə bilər evdə. Avadanlıqları tanıtmaq lazımdır. Onları öyrənməlidirlər o evdə işlətmək üçün. Hər hansı bizim adi gördüyümüz təmizlik bezlərinin belə rənglərinə görə işləmə yerləri var. Bir də burada insan faktorudur. Siz şirkət olaraq əslində böyük məsuliyyətdəsiniz. Kiminsə hər hansı bir dəyərli əşyası sına bilər. Çox. Cızıla bilər. Və yaxud burada sizin əməkdaş yorğun ola bilər. O da insandıq xəstələnə bilər. Düzdür. Burada o qədər risklər var və bunun hamısı məsuliyyətini siz götürürsünüz. Müştəri bir-bir gedib o əməkdaşlarla danışmayacaq, belə sizlə deyim, danışacaq. Ən böyük problem olan, şirkətlərin ən böyük problemi olan insan faktorları var. Necə? Vaxtında işə gəlməyən və yaxud da ümumiyyətlə işə gəlmirsə həmin gün xadimə, şirkətdə gecikmə, stres, narahatlıq yarana bilər. Amma biz bunu mütəmadi olaraq əvəz eləmək əlimizdə olduğuna görə, yəni mütəmadi əvəz olunduğuna görə xadimə həmin günü şirkətin heç bir problemlə qarşılaşmır. Yəni bizi seçməkdə mən elə bilirəm ki, əsas faktorlardan biri də budur. Yəni mütəmadi olaraq onlar əməkdaşla təmin olunduqlarına görə bizi mən böyük ehtimal bilirəm ki, ona görə şirkətlər daha çox seçirlər. Əla. Ən çox günümüzdə hansı bu təmizlik üçün müraciət edirlər? Mənə maraqlıdır. Ofis təmizliyi üçün və yenə dediyim kimi bu xadimə xidməti üçün müraciət çoxdur hal-hazırda. Çünki məsuliyyət, davamlı nəzarət, keyfiyyətə nəzarət var bizdə və mütəmadi olaraq davamlı nəzarət edilir buna. O necə tənzimlənir? Dediyim kimi necə nəzarət edilir? Təbii ki, bütün əməkdaşlarımız öncə planlanan işi hər hansı bir şirkətin işi planlanıbdır və ora göndərilən əməkdaşa nəzarəti bizim şirkətimiz əməkdaşları tərəfindən də nəzarət olunur. Mütəmadi olaraq əlaqə saxlanılır, yoxlanılır nəzarəti. Gözəl. Əla və hər zaman təmizlik olsun deyirik. Küşvər xanım Quliyeva bizlə birlikdədir. Təmizat şirkətinin direktorudur. Əziz dostlar, İşin Adamı layihəsinin təqdimatı hal-hazırda mən Kamran Yaradan Quliyev tərəfindən həyata keçirilir. Təklif edən bir gözəl musiqi dinləyək. Biraz ruhumuz, zehnimiz təmizlənsin, ardından yenidən dəyərli Küşvər xanımla söhbət edəcəyik. Hal-hazırda İşin Adamı layihəsini dinləyirsiniz. Mən Kamran Yaradan Quliyev. Bütün dinləyicilərimizi salamlayıram. Dalıq FM-dəyik və həftə içi 5 gün yayımlanan İşin Adamı layihəsinin bugünkü qonağı Təmizat şirkətinin direktoru Küşvər xanım Quliyevadır. Bir daha salam Küşvər xanım. Sağ olun. Yeni qoşulanları mən həmişə dinləyicilərimizi nəzərə alıram və xahiş edirəm ki, bu dəfə bu andan etibarən bizi dinləyənlər nəzərə alaq bir qısa Təmizat şirkəti haqqında məlumat verək. Nə iş görürsünüz? Təmizat şirkəti deməli 3 fəaliyyəti var hal-hazırda. Bu ümumi ev təmizliyidir, ofis təmizliyidir və ofislərə xadimə xidmətidir. Hal-hazırda fəaliyyət göstərir. Bəli. Gözəl. Bizim bu xadimə xidməti haqqında dediniz, məsələn, həftənin müəyyən günləri dəvət oluna bilər və ev təmizliyi haqqında da belə bir paket əldə etmək olurmu? Misal, həftədə 2 dəfə gəlirsiniz evə, təmizləyirsiniz. Və orada müəyyən bir endirim əldə etmək olur da, xüsusi yanaşma. Təbii ki. Çünki bəzən müştərilərimiz dərin təmizlik istəyirlər ki, bu evdəki xalça, pərdə və yaxud da yumşaq möbellərin təmizliyidir. Bu təmizlik təmizləndikdən sonra növbəti həftə olaraq bu təmizlik istəmirlər, adi günlük təmizlik tələb edə bilirlər. Bir də mən əlaqə nömrəmizi xatırladım, 099 1925. Kimin sualı olsa ünvanlayar, amma bizim WhatsApp-dan öncə bizə direktdə gəldi belə bir sual ki, qonağımızı salamlayıram, regionlarda var bu xidmət? Varmı regionlarda? Hal-hazırda Bakı daxili xidmət göstəririk. Bakı daxili. Bəli. İnşallah gün olsun regionlarda da sizin xidmətlərinizi görərik. İnşallah. Bakı kəndlərdə də. Bəli, təbii ki. Nə yaxşı. Deməli 100% olub belə tam öz güvənlə dediniz. Təbii. Əməkdaş olaraq təlimlər keçirirsiniz, gözəl. Siz burada həm kimya maddə, həm də digər mövzulara toxunursunuz. Bəli. Bəs belə bir sual sizcə nə düşünürsünüz? Xüsusən gözəl təmizliyin sirri nədir? Gözəl təmizliyin sirri detallarda gizlidir. Detallardan.
Bəli, keyfiyyətli məhsul, ə, keyfiyyətli məhsul lazımdır ilk öncə. Detallara diqqət eləmək lazımdır. Keyfiyyətli təmizliyin sirri bundadır məncə. Bir də ən üstün cəhəti nəzarət. Nəzarət düzgün olmalıdır. Nəzarət düzgün olmalıdır, bəli. Bizə hətta səsli də mesaj göndəriblər. Xahiş edirəm hörmətli dostlar. Səsli mesaj göndərməyin. Ən yaxşısı yazılı formada göndər. Biz də çünki nəzarət etməliyik mesajlarımıza. 099 1925 nömrəsinə mütləq ki, əlaqə saxlamağınızı xahiş edirəm. Qiymətlə bağlı bir sual da var. Ofislə ev təmizliyinin qiyməti eynidirmi? Xeyr, eyni deyil. Çünki ev təmizliyi fərqlidir. Ev təmizliyi bir neçə yöndə təmizlik var. Təmir sonrası təmizlik var, ümumi təmizlik var və köç sonrası təmizlik var. Və ev təmizliyi sahəsinə görədir təmizlik və müştərinin istəyindən asılı olaraq təmizlənir. Amma ofis təmizliyi sahəyə və əməkdaş sayına görə tətbiq olunur. Fərqlidir qiymətləri. Normalda neçə nəfər olmalıdır sizcə? Təmizliyə göndərilən. Bu sahədən asılıdır. Evin kvadratından, sahəsindən asılıdır təmizliyə. Bu ola bilər ki, aşağı kvadratlarda 3-5 nəfər arası gedə bilər. Bir də işi təhvil vermə müddəti var. Mütləq. Normal bir təmizlik təbii ki, sahədən. Məsələn 100 kvadrat üzərindən gedək. 100 kvadratda neçə saata təhvil vermək sizin üçün əsas prinsiplərdəndir də məsələn. Bilirəm, 3 saatmı, 5 saatmı? Başa düşdüm sizə. İlk öncə müştərinin bizim təmizlik saatını istəməyindən asılıdır ki, hansı saatda bizdən təmizlik istəyirsə, o saatda oraya yaxınlaşmalıyıq. Yaxınlaşdıqdan sonra müştəri ilə onun evini, ilk öncə evini gəzirik. Orada olan qüsurlarmı, təmizlənəcək hissələrmi müştəri ilə bərabər qeydiyyata aparılır. Sonra ki, bu təmizliyə başlanılır və təmizlik bitdikdən sonra da bu müştəriyə təhvil verilir. Yəni müştəri yoxlanışından sonra imzalı şəkildə